O qədər qüdrətli Allah niyə o boyda kainatda kiçik bir insanla məşğul olsun? Yəni Allahın bir şeylə məşğul olması üçün o şeyin illaki həcmcə, kütləcə böyük olması lazımdır. Yəni deyək ki, məsələn bir çip, nano çip. O çiplər adətən robotlarda və digər yeni müasir texnologiyalarda istifadə olunur. Yəni bu çip hündürlüyü deyək 100 metr olan böyük bir beton kütlə ilə müqayisədə sırf ölçüsü kiçikdir deyə əhəmiyyəti aşağıdır. Yox. Görürük ki, beton çox böyükdür, amma bir çip əhəmiyyətinə görə, yəni daşıdığı xüsusiyyətlərə görə betondan çox-çox əhəmiyyətlidir. Eynən bunun kimi bax fikirləş, insan və böyük bir dağ. Yəni səndən ki, hansı daha üstündür? Əlbəttə ki, insan. Həzrət Əlinin belə sözü var, deyir ki, cisminin bu qədər kiçik olduğunu düşünmə də, səndə nə böyük aləmlər gizlidir. Həqiqətən biz ağıl şeyinə, Allah onların hər birini bizim xidmətimizə verir. Və biz də ağlımızı tam işlədib anlayan bir insan olaraq bunları görürük. Əlbəttə ki, Allaha biz şükrümüzü, təşəkkürümüzü ifadə etməliyik. Bu sevinəcək bir şey ki, Allah mənə dəyər verir. Burada problem hardan çıxır abi? Bu mühakimətin axırında ustad deyir, böyük insanlar adətən kiçik insanlarla məşğul olmur. İnsan şuur altı belə fikirləşir ki, mən məsələn yaxın bir dostumla daha çox ünsiyyətdə, o mənlə çox məşğul olur. Ancaq biraz daha böyüdükcə, məsələn dostum polis rəisi oldu. Artıq işləri çox olur da, mənlə məşğul olmağa vaxtım olmur. Biraz daha böyüdü, prezident oldu, nə bilim, dünyada əhəmiyyətli bir yerə gəldi. Mən düşünürəm ki, Allah daha böyük olduğundan dolayı. O insanın vasitələri Allaha verir də. Bəli, Allah insan kimi düşünür bəli. Bir yerə girə bilmirsə, əslində onun böyüklüyü yox, kiçikliyi olardı. Məsələn, günəşin hər tərəfə girməyi onun böyüklüyü yoxsa kiçikliyinəndir. Böyüklüyündən. Günəş bəzi yerlərdə məsələn suyun altına tam nüfuz eləyə bilməsə, demək ki, onun nöqsanından da, yəni gücü zəifdir deməkdir. Məşğul da Allah zaten hər bir şeylə məşğuldur. Kainatda məşğul olmağına səbəb. Hər bir şey yaradır, daima üzərində iş görür də Allah. Məşğuliyyət bir də nədir? Allahın bilməyidir bir. Allahın bilmədiyi nə ola bilər? İkincisi Allahın gücünün çatmadığı yerdə o zərrələr nə hərəkət edəcək? Ümumiyyətlə məşğul olmaq sanki əstəğfurullah burada biraz şey başa düşürlər bunlar ki, sanki məni narahat edir Allah məşğul olur. Halbuki Allah sən bir an deyək ki, sənin üzərindən məşğuliyyətin çəksə o dediyimiz tabirlə də sən yox olarsan, həmin puç olarsan da, kül olub gedərsən. Bu dəqiqə mən idarə edir də, mən əlimi danışıram, mən hərəkət edirəm. Bunların hamısını Allah idarə edir də. Bu nə gözəl bir şey, nə gözəl bir nemət. Təsəvvür et sən bir an unutdu və salam. Əstəğfurullah unutmaz ha. Unutsa getdin də. Prezident mənə bir padşah, bütün hər şeylə ölkədə məşğul olur, yollar, ağaclar, bitkilər, bütün hər kəslə məşğul oldu, sən də məşğul olma. Bu çox üzücü bir şey olar da. Doğru. Allah hər şeyin idarəçisi, hamımızdan məşğuldur və mən sevinməliyəm ki, bu dəqiqə mən bir alma yeyirəm, onu mənə göndərdi də. Nemət olaraq deyirəm. Zaten əlimin varlığın başqa bir ağıl düşünmək olar, başqa nemət. Bir də mənə hər an məsələn mənə ruzi göndərir. Hər biri bir məşğuliyyət. Hər an mənə göz verir, gözüm. Bir an belə gözümün deyək nurunu çəksə, vəssalam bir də görməyəcəm. Yəni demək hər an məşğul olur da mən görməyəm bu dəqiqə danış.